Hər yaşda ata oluna bilərmi? Bəli, hər yaşda bəylər ata ola bilərlər. Bəylərdə sperm ürətimi yaşların heç bir fazasında dayanmır. Hər zaman sperm ürətimi olur, əgər genetik olaraq bəyimiz sağlamdırsa. Xanımlarda klimaksdan sonra yumurtalıqlarla sağollaşırlar və təbii şəkildə ana olma ehtimalları demək olar ki, olmur. Amma bəylərdə ömrünün hər fazasında bədəndə sperm ifrazatı olduğuna görə hamilə buraxma ehtimalı hər zaman var. Amma bu iş 40 yaşından sonra daha da ağırlaşır. Səbəb isə 40 yaşından sonra bəylər hər il 1% testosteron itirirlər və bu testosteron itmələri plus da məişət problemləri, pis vərdişlərimiz üst-üstə gələrək spermi öldürür və daha sonra da artıq bəyi müəyyən bir vaxtdan sonra ciddi şəkildə sonsuzluqdan əziyyət çəkir. İndiyə qədər qeyd olunmuş ən qoca ata 94 yaşındadır. Bəylər hər yaşda ata ola bilərlər, amma əsas olan şey burada vaxtında olan atalıqdır. Çünki yaş artdıqca uşaqda xəstəlik yaranma riski də eyni dərəcədə artır.